Rahim, elhamdülillahi rabbil alemin ve sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd, biz Salihlərin Baxsası kitabında səbir bölümündə 31-ci hədisi götürdük. Suheybdən radiyallahu anhudan gələn hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem demişti, söhbət kimdən ki, sizdən öncə bir məlik var idi, kral var idi. Bu hədisi biz dünən götürdük, oxuduq və bu hədisin şərhini oxuyacaq. Deyir, bu hədis müəllif rəhməhullah, yəni İmam Nəvəvi rəhməhullah, bu hədisi səbir bölümündə gətiribdir və bu hədisdə çox deyir, təəccüblü bir qissə vardır, deyir. Bu hədisdə təəccüblü bir qissə vardır. O nədir? Məliklərdən deyir bir kişi, onun deyir, Fîmən səbəqa kənə indəhu səhirun. Yəni bir məliklərdən, aleyhissalam, bir məliklərdən bir kişi, bir məlik yəni, onun deyir bir sehirbazı var idi. Təbii ki, hər bir məlik özünə sehirbaz götürürdü vaxtı ilə. Söhbət İslamdan qabaq gedir. Ki ona, onun məsləhəti üçün xidmətlər eləsin. Hətta din hesabını olsa belə, yəni din əldən çıxsa belə, onu həmin kralın, məlikin hesabı üçün işlər görsün həmin sehirbaz, küfür olsa belə. Çünki burada məlik yalnız öz məsləhətini axtarırdı. Həmin məlik insanları özünə, öz nəfsinə qul eləmişdi, yəni ona ibadət ediləsinlər deyə. Necə ki, hədisin axırında bu söhbət gələcəkdir. Yəni şərhində gəlir. Hədis oxumuşuq şərhində. Bu sehirbaz o vaxt ki deyir, yaşlaşır, məlikə deyir ki, mən deyir artıq böyümüşəm, mənə deyir bir cavan oğlan göndər, uşaq göndər ki, mən ona sehir öyrədim. Sehir bizdə, bizim dildə sehir deyilir də. Sehir öyrədim. Yəni cadu öyrədim. Nəsə. Həmin oğlanı seçirlər. Yəni bir oğlan seçirlər uşağı. Çünki deyir, oğlan uşağı, yəni quləm, 12 yaş, 13 yaş, 14 yaş məsələsində bu yaşlar öyrənməyə daha çox tez üz tuta bilirlər. Yəni tez qəbul edirlər öyrənməyi. Çünki deyir, cavanı öyrətmək, o deyir, öyrənəndə, cavanın öyrənməsi, o elm onda qalır və onu unutmur. Bunun üçün də balaca vaxtı insan az yaşlı olarkən elm öyrənməsi onun üçün daha xeyirlidir o yaşlı vaxtı elm öyrənməsindən. Və hamısında xeyir var. Hamısında xeyir vardır. Lakin deyir, körpə vaxtı insan elm öyrənəndə burada iki böyük bir fayda olur, əzəmətli fayda olur. Bəl əksər, daha bundan da çox. Birincisi, ənnə şəbbə fil qalibi əsrə hifzan minəl kəbir. Cavan böyükdən əzbərində daha sürətli olur. Tez əzbərləyir. Çünki deyir, onun fikri boş olur. Onun heç nədən məşğul olmur. Onu məşğul edən bir şey yoxdur. Birinci budur. İkinci odur ki, əzbərlədiyi şey onda qalır, amma böyüyün əzbərlədiyi şey onda qalmır. Unudur. Böyük unudur. Bunun üçün də beləsi bir hikmətli söz yayılmışdır. Deyirdilər ki, insanlar arasında, deyirdilər ki, Ennel ilmə fis-siğari kən-nəqşi aləl-həcəri. Balaca vaxtı öyrənilən elm daş üzərində vurulan naxşa bənzəyir. İnsan balaca vaxtı öyrəndiyi elm, az yaşlı olarkən öyrəndiyi elm daş üzərində vurulan bir naxşa bənzəyir. Üçüncü fayda oydu ki, bundan وَهِيَ أَنَّ الشَّبَّ إِذَا ثُقِّفَ الْعِلْمِ El-ilm, yəni elmlə səqafətlənsə, yəni özünü elmə lazım edir, səqafətlənir, mərifatlənir. Hər bir işin əvvəlində. O elm onun üçün kəsiciyyə olur. Səciyyə nədir? Bir növ ondan ayrılmaz bir şey olur. Sən fikir ver, bir insan məsəl üçün hər hansı bir sənədi öyrənəndə körpəlikdən görürsən ki, o insan onun mütəxəssisi olur.
ondan ayrılmaz bir parça olur. Yəni onun sevimli təbiəti olur elə. Nədən görürsən ki, əkinçinin yanında oturur uşaqlıqdan əkinlə məşğul olan insanlar görəcəksən ki, əkinin hər bir oxumayıb, məktəbdə bəlkə oxumayıb, amma öyrənibdir də belə şeylə, praktika ilə. Görürsən ki, sənə hər bir şey deyir, amma baxsan ki, kitab oxuyubsan, bu arada oxumamışam. Və yaxud da nəzəriyyə ilə kimsə oxuyur, praktikası yoxdur. Nəzəriyyəsi olur, praktikaya girəndə bir ay 2 ay ərzində onun üçün öyrənməsi asan olur. Yəni o həmin o özünü elmə lazım edən kəs körpəlikdən elm onun üçün hansı ki cavanlıqda özünü elmə həsr edir, onun da üzərində böyüyür, onun üçün qariza olur. Qariza sanki deyirsən ki, bunun təbiəti bu, belə böyüyübdür, belə tərbiyə görüb, yəni yaxşı tərbiyədir, yaxşı şey üzərində olubdur. Bir insan körpəlikdən əgər bir şey itirsə də görürsən ki, yekəndə onu tərk edə bilmir. Adi bizdə hətta pis şeylərin adətkarları var ki, nəsə çəkəndə deyirsən ki, onu ürgəşib tərk edə bilmir onu. İçki içən və yaxud da nəsə bədən onu tələb edir. Bu sehirbaz böyük bir sehirbaz idi. Yaşlaşır, həyat təcrübəsi var idi bunun, çox şeyləri bilirdi. Ona görə də Məlikdən tələb elədiyi nə idi? Cavan bir oğlan uşağı ona seçsin ki, ona sehiri öyrətsin. Və Məlik də onun yanına bir oğlan göndərir, başlayır ona öz sehirini öyrətməyə. Lakin Allah Subhanahu taala bu oğlana xeyir istəmişdir. Bu oğlan bir gün, günlərin bir günü bir rahibin yanından keçir, ondan nəsə eşidir. Kəlam eşidir, kəlam onun xoşuna gəlir. Danışdığı söhbət eşidir, söhbət onun xoşuna gəlir. Çünki deyir, bu rahib mənası odur ki, abid mənasındadır. Allaha ibadət edən, yalnız xeyir danışır. Ola da bilsin ki, rahib həm də alim ola bilər. Rahib elmi də ola bilər. Sadəcə ona görə rahib deyilmişdi ki, ibadəti elmindən daha çox idi. Ona görə rahib. Mühim olan odur ki, rahib danışır və bu oğlanın xoşuna gəlir. İzə xarəcə hədəl qulam min əhlihi cələsə ində rahib. Yəni, əhlinin yanından çıxanda gedir rahibin yanında oturur və sehirbazın yanında geyişir. Sehirbaz bunu vurur. Niyə gecikdin? Oğlan gedir rahibə şikayət edir. Sehirbazdan tapdığı onu vurmağına görə hər geyişdikdə. Rahib ona deyir ki, bir şey öyrədir ona ki, bu işdən xilas olsun. Deyir, sehirbazın yanına getdikdə əgər qorxsan ki, sənə cəza verəcəkdir, denən ki, əhlim məni həbs eləmişdi. Əhlim saxlamışdı, yəni ailəm saxlamışdı məni. Ona görə geyişdim. Əgər gəlsən əhlinin yanına geyişsən, yəni deyərsən ki, sehirbaz məni geyişdirdi. Hətta bu şeydən nicat tapasan. Yəni, xilas olasan, yəni. Və kənnə rahibə, vallahu aləm, əmarahu bizəlikə məənnəhu kəzib. Yəni, rahib deyir, bunu deyir, həqiqətən, yəni deyir, yəni üçün Allah bilir, ona əmr eləmişdir. Baxmayaraq ki, bu yalandır. Bu yalanı yəni əmr eləmişdir. Ləalləhu ra'a ennəl məslahətə fi hədə tərbu alə məfsədətil kəzib. Ola bilsin ki, rahib görürdü ki, belə fikirləşirdi ki, yəni buna əziyyət olunur da. Bunun yalan danışması oğlanın məsləhətidir ki, var, gəl rahibin yanında öyrənirdi. Bu məsləhət yalan danışmaq məfsədəsindən çox olduğu üçün, yəni bu ona görə də ona əmr eləmişdi. Bunu gördüyü üçün. Mə ənəhu yumkün ən yetəəvvəl. Ola bilsin ki, burada təvriyə də edirdi. Bir şey deyib, başqa şey qəsd eləmək kimidir. Fəfəalə, həmin oğlan bu əməli edir. Fəsarəl quləmu yəti ilə rahib və oğlan başlayır həmin rahibin yanına gəlməyə. Ondan qulaq asır. Sonra isə gedir sehirbazın yanına. Sehirbaz onu cəza vermək istədikdə geyişməyinə görə deyirdi ki, əhlim məni geyişdirdi. Və əhli də ona geyişməyinə görə cəza vermək istədikdə deyirdi ki, sehirbaz məni geyişdirdi. Fəmərrə zətə yevm, bir gün deyir, bir yerdən keçəndə
Görür ki, böyük bir dənə heyvandır. Bu heyvanla dil tapmaq olmur da. Nə edirlər, onu qaldıra bilmirlər ortadan. Yolun ortasında qalıb. İnsanları qarşısına alıb ki, oranı keçə bilsin. Bir dənə yolda oturub orada insanlar keçə bilmirlər. Və bu oğlan nə edir? Deyir ki, əgər rahibin işi sehirbazın işindən xeyirlidirsə, bir daşı götürür və daşı götürür, Allaha dua edir, Subhanahu Teala'ya. Əgər rahibin işi xeyirlidirsə, onda qoy bu daş bu heyvanı qətl eləsin. Götürür daşı və atır o daşı. Həmin heyvan ölür. Daşla vurur, heyvan, yekə bir heyvan. Və insanlar oranı neyinlər? Keçirlər. Və oğlan bilir ki, rahibin işi ən düzgün olanıdır. Sehirbazın işi batildir. Bunu dərk edir. Və hədə əmrun lə şəkkə fihi. Təbii ki, bu iş elədir ki, bunda şək yoxdur ki, sehirbaz həddi aşan zalimdir və yaxud da müşrik kafirdir. Çünki eləsi vardır ki, iddia edir, yalandan, cinlərlə işləməyini zadı iddia edir. Yəni, insanlar aladır. Bu zalimdir, həddi aşmış zalimdir. Və yaxud da cinlərlə işləyir, həqiqi şirki, küfrü vardır. Birisi kafir, müşrikdir. Baxmayaraq ki, o sehir eləməyə nədir? Bacarır. Yəni, sehir eləyəndə şeytanları nə edir? Şeytanlardan kömək istəyir, onlara yaxınlaşır, onlara ibadət edir, onları çağırır. Bu deyir, kafirdir. Bunda şək yoxdur. Əgər belə eləmirsə, şeytanları çağırmırsa da, bu halda isə insanlara qarşı həddi aşandır, hansı bir kimyavi şeylərlə zadından insanları alladır, yola verir ki, sehir göstərir. Bu isə zalim, həddi aşan bir zalimdir. Amma rahib, rahib yəni ibadət edən, فَاِنْ كَانَ يَعْبُدُ اللّٰهَ عَلَى بَصِيرَةٍ فَهُوَ مُهْتَدٍ. Əgər bəsirət üzərində Allaha ibadət edirsə də, bu hidayət olunmuşdur. Əgər Allaha və in kana indehu şey'un minel cahil ve'd-dalal, baxmayaraq ki, o kəsdə cahillik, həmin o rahibdə və yaxud da azğınlıq vardısa, onun niyyəti yaxşıdırsa, və in kana amaluhu seyyan, əməli pis olsa belə. Yəni cahilliyi var, azğınlığı var, niyyəti yaxşıdır, istəyir ki, Allaha ibadət eləsin. Buna baxmayaraq onun əməli pis olsa da belə, yəni bu rahib bütün hallarda o sehirbazdan xeyirlidir yəni. Mühim odur ki, bu oğlan rahibə xəbər verir baş verən şeyi, heyvanı öldürdüyünü, necə öldürdüyünü. Rahib ona deyir ki, ey oğlan, bu günləri sən məndən də xeyirlisən. Və zəlikə li'annəl quləmə də'allaha. Çünki quləm burada Allaha dua edir. Yəni Allahım, əgər rahibin işi sehirbazın işindən xeyirlidirsə, bu daş o heyvanı öldürsün. Allah Subhanahu taala ona cavab verir. Bu deyir Allahdan olan, quluna olan bir nemətidir ki, həqiqətən insan əgər bir şeydə şəkk eləsə, sonra Allahdan bir nişanə, bir ayət tələb eləsə ki, onun üçün bu iş bəyan olsun, Allah Subhanahu taala onun üçün bəyan edər. Bu deyir Allahdan o qulun üzərinə olan bir nemət olmuş olar. Və burada isə nə insan üçün nə üzə çıxır? İstixara namazının icazəli olması, müstəhəb olması. Əgər insan bir iş görmək istədikdə və yaxud da bir şey onun üçün işgal olduqda, bir işə üz tutduqda, işgal olduqda insan o şeyin xeyirli olmasını istəməlidir. فَاِنَّهُ يَسْتَخِيرُ O şeyin xeyirli olub olmamasını bilməkdən ötəri Allaha istixarə edir. Əgər istixarə eləsə, ixlasla, doğruluqla, imanla Allah Subhanahu taala onu ona neyər, verər, yönəldər. O xeyrə yönəldər, üz tutar. Ya deyir, immə bir şeyin yulqihi fil qalbihi, ya qəlbinə atdığı bir şeyə görə Allah Subhanahu taala onun, ya da onun qəlbini bu şeylə açar. Bu şey üçün onun qəlbini açar. Deyək ki, mən bunu istəyirəm, eləmək. Və yaxud da ki, yuxu görər, öz yaxşı bir yuxu görər onun əsasında. Və yaxud da ki, insanlardan bir kəslə məsləhətləşər. Və bundan başqa olan şeylərdən. Mühim olan odur ki, bu oğlan onda deyir, kəramət var idi deyir, o deyir, çoru
o dəri xəstəsi olanı sağaldırdı. Yəni Allaha dua edirdi ki, Allah onları sağaltsın. Bu da onun üçün Allah'tan olan bir kəramət idi. Bu deyir, İsa ibn Məryəm oğlu İsa kimi değildi deyir. Bu deyir, Məryəm oğlu İsa kimi değildi. O deyir, hər hansı bir xəstəyə əl çəkdikdə o sağalırdı. İsa Aleyhisselam elirdi. Allah Subhanahu Teala onun duasına cavab verirdi. O, çoru sağaldırdı. Dəri xəstəsi olana əlini vurmaqla Allaha dua edirdi. Nə oldu? Sağaldırdı onu da. Rahib bu oğlana deyir ki, sən imtihan olunacaqsan. Bir xəbər verir ki, bu oğlan imtihan olunacaqdır. Yəni, onun üçün şiddətli imtihanlar olacaqdır. Ondan tələb edir ki, onun yerini imtihan olunduqda heç kimə xəbər verməsin. Bu oğlan da vallahu aləm onun dəvətinə cavab verir. Demək, bu oğlan Allah Taala yenə düzünü bilir, dəvəti cavab olunaydı. Allah onun dəvətinə cavab verirdi. Allaha dua eləyəndə Allah Taala ondan qəbul edirdi həmin duanı. Gələn səfər davam edərik. Burada Urey Məlikin vəziri bunu eşidəndə nə edir? Oğlana hədiyyələr aparır və istəyir ki, ona şəfa versin və o da hidayət olunur. Allah Taala istəyirəm ki, bizlərə eşidib faydalanır eləsin.